Olimpiadalarda istifadə olunmuş artıq xəritə sualları əsasında hazırladığım sınağın izahını verirəm. Stresa konferansına daxil olan dövlətlərlə bağlı uyğunluğu müəyyən edin. Stresa konferansı keçirilib İtaliya ərazisində 3 dövlət daxil olubdur. Bu dövrdə sakitləşmə siyasəti yeridən İngiltərə, Fransa və ərazisində keçirilən elə İtaliya. Deməli 3 dövlətdən digərlərini çıxırıq. Yəni 3, 1, 2 iştirak edibdir. Deməli 4 və 5 bu konferansda yoxdur. Məhz variantlardan da 4-5 olanları çıxırıq, çıxdıq. Demək cavab qaldı A variantı. Və isbat edək, 30-cu illərdə Efiopiyanı təbii ki, İtaliya işğal elədi. Vaşinqton konferansında dəniz üstünlüyü ABŞ ilə bölüşdən dövlət İngiltərə idi. Digər Belçika ilə Ruru işğal edən isə Fransadır. Demək elə cavab olur A variantı. Sonra keçək 2-yə. Eradan əvvəl 2-ci əsr Roma tərəfindən işğal edən ərazilər xəritədən müəyyən edin. Eradan əvvəl 2-ci əsr Roma Respublika dövrüdür və bu dövrdə Pun müharibəsi olmuşdu. Pun müharibəsində Karfageni, yəni Afrikanın şimalında Karfageni işğal eləmişdi. Eyni zamanda da Roma eradan əvvəl 2-ci əsrdə Yunanistan və Makedoniyanı da işğal eləmişdi. 1, 2, 3. Amma biz bunun başqa hansı yolla da gedə bilərik? Məhz bilirik ki, İtaliyanın işğalı 3-cü əsrdə başa çatıb. Bunu ona görə silirəm. Misir eradan əvvəl 30-dur, 1-ci əsrdə ona görə silirəm və variantdan 4-5-i çıxanda Y gedir, 4-5-i çıxanda B gedir, A gedir, elə D də gedir, variant qalır C variantı. Sonra baxırıq 1-ci Rus-Qacar müharibəsinin gedişində, yəni 1804-1813 Ruslar tərəfindən işğal olunan xanlıqları. Baxın, işğal deyir, ləğv demir. İşğal deyirsə, ləğvə baxmalı deyilik. Yəni buranı qatmayaq. Demək, buradan baxırıq 1, 5, 6. 1 Maku, 5, 6 Naxçıvan və İrəvan. Bilirik ki, bunlar deməli İrəvan, Naxçıvan 1827-ci ildə tutulubdur. Yəni işğal olunubdur. 2-ci Rus-Qacar gedişinə aiddir. Variantdan çıxırıq. 1, 5, 6-nı variantdan çıxanda 1, 6, 6. Cavab qaldı B variantı. İndi digərlərini ardıcıqla düzək. Deməli 3 Qarabağ işğal olunubdur 1805 Kürəkçayla. Deməli 2 Şamaxı Kürəkçaya bənzər müqavilə ilə ilin sonunda 1805-in sonunda tabe edildi. Deməli 1805 bunlardan Şamaxı götürürük. 4 haradır? Quba 1806-cı ildə işğal olundu. 7 isə Lənkərandır. Lənkəranda 1813-cü ildə işğal olundu. Demək ki, ona görə də cavabımız olur B variantı. Sonra gələk 4-cü suala. Xəritdə qeyd edilmiş rayonlarla bağlı oxşar cəhətləri müəyyən edin. Baxırıq bu rayonlara çıxıntısı olan böyük yer Kəlbəcərdir. Bu ərazilərdə çətininiz varsa, bunu çox geniş şəkildə izahını vermişəm. YouTube-a yerləşdirmişəm, baxa bilərsiniz. Deməli, və burada da çıxıntısı olan Ağdamdır. Demək, Ağdam və Kəlbəcəri nəzərdə tutubdur. Deyir, ərazisində erməni qoşunlarının çıxarılmasaq da BMT deməli qətnamə, Təhlükəsizlik Şurası qətnamə qəbul edibdir. Həqiqətən bilirik ki, Kəlbəcər və Ağdamla bağlı qətnamələr qəbul olunubdur. 822 və 853 sayılı. Deməli, bu doğru fikirdir. A-nı götürdük. A-nı götürürüksə B gedir, C gedir, digər variantlara baxaq. Şuşa bəyannaməsi əsasən ərazi ermənilərdən təmizləndi. Belə bir şey ola bilməz və diqqət edirik. Şuşa bəyannaməsindən üç tərəfli birgə bəyanatı səhv salmayaq. Yəni Şuşa bəyannaməsi Türkiyə ilə olan, Erdoğanla olandı 2021. Ona görə B-ni ümumiyyətlə variantlardan atırıq. B onsuz da yoxdur. 2020-ci ilin noyabrında Azərbaycana qaytarılması üç tərəfli birgə bəyanata əsasən noyabrda qaytarılan ərazilərdir. Deməli, bu da doğrudur. Ona görə C-ni götürməliyik. C-ni götürməliyik isə D variantda gedir variantdan. Və deyir, ərazisinin Qarabağ iqtisadi rayonuna daxil olması. Qarabağ iqtisadi rayonu kənardakı əraziləri əhatə edir. Deməli, biz 2-ni bura aid edə bilmərik. Ona görə də bu variantdan silinməlidir. D variantı silinir. Demək, qalır A, C. 2016 isə ərazinin bir hissəsinin azad edilməsi, bu da oxşar cəhət deyil, getdi. Qərbi Avropada olan ilk feodal dövlətin parçalanması, yəni söhbət burada nədən gedir? 843 Frank imperiyasının parçalanmasından. Yaranan bu dövlət, deməli 3 dövlətdən söhbət gedə bilər. İtaliya, Almanya və Fransa dövlətləri. Burada deməli 1 getdi variantımdan, 4 getdi variantımdan və 2 getdi variantımdan, 8 getdi variantımdan, 6 getdi variantımdan. Deməli, mən burada 3 dövlət üzərində işləməliyəm. 5, 3 və 9 səhv eləmirəmsə bu dövlətlər üzərində işləməliyəm. Çünki 3 dövlət yaranıbdır bunun nəticəsində.
Demək, klassik feodalizm dövründə Papa ilə mübarizədə iri feodallara və ruhanilərə, cəngavərlərə arxalanırdı. Avropanı bürümüş dini müharibələrdə dinin katolik olmasına baxmayaraq dövlət mənafi prinsipini əsas gətirərək protestant məzhəbini müdafiə etmişdir. Dini katolik olsa da protestantlığı müdafiə eləmişdir. Həmin dövləti xəritədən müəyyən edin. Bu hardaydı? Biz bunu Fransa mövzusunda öyrəndik ki, məsələn, dedik ki, 1302-də orada baş ştatlar çağırılmışdı. Yəni iri feodallara, ruhanilərə, cəngavərlərə arxalanmaq məsələsi o hissələrdə idi. Sonra isə biz öyrəndik ki, dini müharibələrdə dinin katolik olmasına baxmayaraq Fransa məhz nəyi müdafiə elədi? Protestant məzhəbi müdafiə edir. Bu da dövlət mənafi, yəni dövlət üçün elədi bunu. Dövlət mənafi prinsipi əsası qoyulmuşdu. Demək ki, Fransanı götürürük. Fransada burada rəqəmlə neçədir? Gördüyümüz kimi 5 ərazisidir. Demək cavabımız olur 5. 19-cu əsrin əvvəlində Osmanlı İmperiyasına və Avropada baş verən inqilablara qarşı yaradılan ittifaqa daxil olan dövlətləri xəritədə müəyyən edin. Burada müqəddəs ittifaqdan söhbət gedir. Viyana Konqresinin qərarlarına əsasən yaradılmışdı. Məhz həm Osmanlıya, həm də Avropada baş verən inqilablara qarşı yaradılmışdı. Müqəddəs ittifaqa daxil olan dövlətlərin ərazisini müəyyən edindir və bu ittifaqa hansı dövlətlər daxildir? Yadımıza salaq. Rusiyanın təşəbbüsü ilə yaradılmışdı və bu ittifaqda Avstriya, Prusiya, Rusiya əsas rol oynayıbdı. Demək, Avstriya, Prusiya, yəni 4 Prusiya, 3 Avstriya və Rusiya əsas rol oynayıb. Deməli 3, 4, 5-i götürürük. 3, 4, 5 olan variant da C variantıdır. Məsələn, bir Fransa, ola bilməz Fransa məğlub olmuşdu. 2 İngiltərə. İngiltərə isə, baxın, Viyana Konqresində iştirak eləsə də, dedi o bu ittifaqa qarışmır. Yəni bu ittifaqa daxil olmamışdı. Ona görə də 2-ni çıxırıq variantdan. Bir də nəyə diqqət edək? İngiltərənin bura daxil olmadığını elə bilsək, variantımızdan A gedir, C gedir, C yox daha doğrusu, D gedir, Y gedir. Yəni 2 variant arasında qalmış oluruq. Berlin Konqresinin qərarlarına əsasən müstəqillik qazanmış əraziləri göstərin. Balkan ölkələridir. Berlin Konqresi keçirilmişdi 1878-də və burada hansı dövlətlər müstəqillik qazanmışdı? Serbiya, S, Rumıniya, Ru və bir də Çernogoriya, Ç. Demək, bu ərazilər nə qazandı? Müstəqillik. Və Rumıniya, Qaradənizə çıxışı olan Rumıniyadır. Yenə Balkanlarla bağlı xəritə izahım var, istəsəz baxa bilərsiniz. Rumıniya 5 Serbiya ərazisidir. Demək, Rumıniya və Serbiya, burada indi Qaradağı, yəni Çernogoriyanı göstərmədiyinə görə ehtiyac yoxdur, amma bu ərazidə Qaradağ Çernogoriyadır. Yəni 4 ilə 5-i götürürük. 3 Bolqaristan ərazisidir. 2 Makedoniyadır, 1 isə Yunanistandır. 20-ci əsrin ikinci 10 illiyində monarxiya idarə üsulunun devrildiyi dövlətləri müəyyən edin. Monarxiya idarə üsulu devrildi 20-ci əsrin ikinci 10 illiyi. İkinci 10 illik deyilsə 1911-dən ta ki 20-yə qədər olan hadisələrdən danışır. Deməli, baxıram, monarxiya idarə üsulu devrildiyi dövlətlər. 1917 fevral inqilabı nəticəsində Rusiyada devrildi və 1918 Almaniyada devrildi. Birinci Dünya müharibəsindən sonra, deməli 5-də Almaniyadır. Demək 5 ilə 4-də monarxiya idarə üsulu devrilibdir. Cavabımız olur D variantı. Sonra baxırıq, Şimali Azərbaycanda ilk milli partiya bu 2023-cü illik idi və 2023-də ən belə deyək də rahat sual bu olmuşdu. Yəni milli partiya Qeyrət partiyasıdır. Qeyrət də Gəncədə yaradılıbdır. Gəncədə bilirik ki, bir ərazisidir. Sonra baxaq, 19-cu əsrin 20-ci illərin ikinci yarısında, yəni 1825-dən sonraki hadisələri nəzərdə tutur. Müsəlman heyəti rəisinin tərkibinə daxil edib, müvəqqəti olaraq xan hakimiyyəti bərpa olundu. 1-ci Nikolayın dövründə Çar hökumətinə qarşı üsyan baş verdi. Burada müsəlman heyəti deyilənə görə biz baxmalıyıq nəyə? Bilirik ki, məsələn 1 ilə 3 hərbi dairə rəisliyinə daxil edir. Ona görə bunu variantdan çıxmalıyıq. Müsəlman heyəti rəisliyidir. 5 ərazisi Naxçıvan və İrəvanda erməni idarəçiliyi yaradılmışdı. Bu da yəni müsəlman heyəti rəisinə daxil deyil. Cavab qalır 2 ilə 4. Və yadımıza salaq, elə 2-ci Rus-Qacar müharibəsi gedişində həm Lənkəranda, həm də Şəkidə, eyni zamanda Şamaxıda, Gəncədə üsyanlar qalxıb və xan hakimiyyətini bərpa eləmişdilər. Bu da 1-ci Nikolayın dövrünə düşür. 1-ci Nikolayda olub 1825-55-ci illərdə hakimiyyətdə. 2-ci Qarabağ müharibəsi nəticəsində rayon mərkəzlərinin işğaldan azad olunmasının xronoloji ardıcıllığını müəyyən edin. Demək, bu da 2023-cü illik sualı olubdur. Demək, baxaq, 3 Kəlbəcər, 1 Laçın, 4
Qubadlı 5, Zəngilan Z nöqtəsi 2, Cəbrayıl 6 isə Füzuli ərazisidir. Və ardıcıllıqla bilirik ki, məhz ilk azad olunan rayon mərkəzi Cəbrayıl olubdur. Demək, Cəbrayılla yola çıxmalıyıq. Cəbrayıl da neçədir? 2. Demək, biz başlamalıyıq 2 ilə. 2 ilə başlayan neçə variant var? Görək. 2 ilə başlayan cəmi elə bir dənə variant var. Cəbrayıl azad olundu 4 oktyabr, Füzuli azad olundu 17 oktyabr, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı, Şuşa bilirik ki 8 noyabr, Ağdam və Kəlbəcər, Laçın isə müharibə dövründə yox, müharibədən sonra üç tərəfli birgə bəyanatla, yəni 20 noyabr Ağdam, 25 noyabr Kəlbəcər, 1 dekabrda isə Laçın azad olunubdur. Süveyş kanalını milliləşdirmişdir, qoşulma hərəkatın yaradıcılarındandır. Qoşulma hərəkatı deyirsə 3 dövlət yadımıza salırıq. 3 dövlət hansıydı? Yugoslaviya, Misir və Hindistan. Deməli, bu 3 dövlətdən seçimimiz olmalıdır. Bu 3 dövlətdən də cəmi birisinin ərazisi göstərilib, yəni Misirin ərazisi göstərilibdir. Deməli, onda cavab nə olacaq? 3 olacaq. Elə Süveyş kanalında Misir milliləşdiribdir. 1926 və 1932-ci illər millətlər cəmiyyətinə daxil olan ölkəni göstərin. 26 bilirik ki, Almaniya daxil olubdur. 32-ci ildə də Türkiyə daxil olubdur. Konkret sualdır. Yəni faktoloji biliyə əsaslanır. Deməli, onda biz götürürük Türkiyə, yəni 2-ni. Eyni zamanda da 32-də bir də Türkiyəni götürdük. 26 Almaniya. Almaniyada 4. 2 və 4. Sonra baxırıq, verilmiş şərtlərlə müqavilə imzalamış dövlətləri müəyyən edin. Cənub Mancuriya, Koreyada şərik sağalığı təmin olundu. Saxalin cənub hissəsindən yiyələndi. Bu 1904-1905 Rus-Yapon müharibəsinin nəticəsində imzalamış müqaviləyə görə idi. Portsmut sülhü deməli olur 1-lə 3 Yaponiya kənarda olan əjdaha formalı, burada Rusiya. Sonra gəlirik 15-ci sual. Bu sualda nəyə diqqət edin? Əsrə diqqət edin. 10-11-ci əsr deyir. Azərbaycan şəhərlərlə bağlı xüsusiyyətlər. 10-11-ci əsr deyirsə, Ərəb Əmirliyin mərkəzini silirəm variantdan. Çünki Ərəb Əmirliyin mərkəzi, yəni 7-8-ci əsrlərdə olubdu Azərbaycanda. Ona görə də B-ni çıxırıq variantdan. 10-11 feodal dağınıqlı dövrdə Ərəb Əmirliyin mərkəzi yoxdur. Demək, B-ni çıxdıq variantdan. Sonra baxıram, demək, Məziyyətlər dövründə yaradılmış yarım müstəqil əmirliyin mərkəzi, Məziyyətlər dövründə Bərdə əmirliyi yaradılmışdı. Onda, yəni söhbət burada 8-ci əsrdən gedir. Deməli 10-11 dediyinə görə bunda çıxıram variantdan. B ilə Y-ni çıxıram variantdan. B ilə Y-ni çıxanda baxaq, A getdi, B ilə Y-ni çıxıram, getdi, B ilə Y-ni çıxıram, B ilə Y-ni çıxıram. Cavab qaldı C-dir. Və C-yə baxıram, Slavyanlar tərəfindən üsyan yatırılmışdı. Burada Beyləqanda üsyan nəzərdə tutur və bir də Fəzl ibn Məhəmməd tərəfindən birləşdirilmişdi. Bu da Dəbili nəzərdə tutur. Deməli, Beyləqan 2-dir, Dəbil də 6-dır. Göyçənin 6 Dəbildir. Beyləqanda Kürən Arazın qovuşduğu hissə. Demək, 2 ilə 6. Uyğun cavab da sayıcı olaraq nədir burada? C ilə D. 16-cı əsrə aid olmayanları seçin. Bu 2025-in belə dedim, naqişəli bir mix sualı olmuşdu. Aid olmayanlar soruşur. Çox adam burada olanlara oxuyur, olmayanlar deyir. Demək, baxırıq buradan nəyə? Məhəmməd Xudabəndən dövründə itirilmişdir. 1, 2, 4. 2 Xorasandır. 1 hardasa Göyçə istiqaməti, İrəvan, Naxçıvan istiqamətidir. 4 isə Təbrizin başı. Yəni Urmiyanın başı Təbriz istiqamətidir. Demək, bu ərazilər həqiqətən də Məhəmməd Xudabəndənin dövründə xəzinə boşaldı, vəziyyət pisləşdi və 2-ci Səhv Osmanlı müharibəsi baş verdi. Osmanlılar gəldi, bu əraziləri işğal etdi. Deməli, bu doğrudur. A doğrudur. A doğrudursa, yəni bunu çıxdıq. Deyir 2-3 Osmanlılar tərəfindən işğal olunmuşdur. 2-3 Xorasan Osmanlı tərəfindən işğal olunmayıbdır. Məhz ona görə də aid olmayan deyəndə B-ni götürməliyik. 1-ci İstanbul müqaviləsindən bu ərazilər tutulmuşdur. 1 və 3, Naxçıvan, İrəvan, eyni zamanda Azərbaycan şimalı, Osmanlı tərəfindən tutulmuşdur. Doğrudur. Şirvan. Şeybanilərin tutduğu ərazi 2, Xorasan Şeybaniləri tərəfindən tutulub, bəli, tutulubdur. Demək, burada sadəcə olur B variantı. 17. Xəritədə qeyd olunmuş dövlətlərin 20-ci əsrin ikinci yarısına aid olduğunu müəyyən edin və suala baxın, görün nə istəyirsiniz. Əvvəlcə suala həmişə diqqət edin. Xarici siyasət deyir, daxili demir. Xarici siyasət deyirsə və 20-ci əsrin ikinci yarısı deyir. Deməli, mən tez nəyə çıxacam? 4-ü çıxacam. Niyə? Çünki iqtisadiyyatı dövlət nəzarətini artırmaq, azaltmaq daxili siyasətdir. 4-ü çıxıramsa C gedir, D gedir və C ilə D getdim.
Deyir ki, Avropa Şurasının yaranmasına iştirak etməsi. Avropa Şurası yaradılıb 49-cu ildə. Bu da eləyir 20-ci əsrin birinci yarısı. Deməli, biri də çıxmalıyam. Hə, cavabımız qaldı 2-5. 2 nədir? İqtisadi birliyin yaranmasına fəal şəkildə bu anarşivdə də uyğunlaşdırılıbdır ki, Fransa və Almaniya Avropa İqtisadi Birliyin yaranmasına iştirak edibdir. 5-də ABŞ-nin təsirinin Avropada müdaxiləsinin endirilməsi bu da verilibdir. 19-cu əsrin ikinci yarısında müəllimlər seminarisinin fəaliyyət göstərdiyi şəhərləri müəyyən edin. Bilirik ki, məhz Gürcüstanda 1876-da yaradılıb, 19-cu əsrin ikinci yarısında Qori 1 və 1881 İrəvanda yaradılıbdır. İrəvanda Göyçənin altı 3. Demək 1 ilə 3-ü götürürük. 1, 3 də haradır? C variantı. 19. Qoşulmama hərəkatını yaradan dövlətləri xəritədə qeyd edin. Qoşulmama hərəkatını bayaq da qeyd elədik. Yəni bu 2 dəfə istifadə olunubdur miqdə. Demək Misir, Yugoslaviya, Hindistan. Hindistan burada verilməyib, Misir verilibdir, Yugoslaviya verilib. Yugoslaviya Balkan ölkəsidir. Gördüyümüz kimi bu ərazi, yəni parçalanmamış halı Yugoslaviyadır. Bu xəritə məhz AXC Xarici İşlər Nazirinin Paris konfransına təqdim etdiyi xəritədir. Buna diqqət edin. Miqdə istifadə olunubdur, olimpiyadada istifadə olunubdur. 1603 Şah 1-ci Abbas 1730 Nadir xan tərəfindən azad edilən Azərbaycan şəhəri. Təbii ki, 1-ci Abbas da 1603-də Təbrizi, Nadir də 1730-da Təbrizi azad eləmişdir. Deməli, söhbət burada Təbrizdən gedir. Asiya Macaristan İmperiyasının parçalanması ya meydana gəlməmişdir. Bu sual çox adam gəlmişdir deyə oxuyub səhv götürübdür. Gəlməmişdir deyir. Gəlməmişdir deyirsə, təbii ki, Almaniya Asiya Macaristan parçalanması meydana gələ bilməz, Polşa gələ bilməz. Yəni 4-5-i çıxırıq variantdan. Yəni çıxırıq deyəndə 4-5-i mütləq götürməliyik və 4-5-i bir də baxıram buradan Ruminiyada onun parçalanması nəticəsində meydana gəlməyibdir. 3-ü. Avstriya Macaristan diqqət edək. Baxın, Avstriyanın elə bir ki, belə bir çaydan kimi ucluğu var. Bu Avstriyadır. Bu da Macaristan imperiyası. Yəni Avstriya Macaristan budur. 1 ilə 2 Avstriya Macaristan ərazisidir. Demək ki, 2, 3, 4, 5 onun parçalanması nəticəsində meydana gələ bilməz. Norveç alimi Thor Heyerdahl'ın tədqiqat apardığı abidənin yerləşdiyi təbii ki, harda tədqiqat aparmışdı? Bu olimpiyada sualdır. Qobustanda 5 ərazisidir. Xəritə sxemində hansı şəhər haqqında məlumat verilməmişdir? 1120-də 4-cü Davidin qoşunları tərəfindən qarət olundu. Bu demək Şamaxı şəhəridir. Demək məlumat var. 2 getdi. 12-ci əsrin 70-ci ildə Eldənizlər dövlətinin tabeyinə keçdi. Məsələn, Təbrizi Axsungüllərin əlindən aldı Məhəmməd Can Pəhləvan 1175. Deməli, onda bu da Təbrizdən danışırıq. Təbrizdə 4-dür. Demək məlumat var. 1121-ci ildə bütün əhalisi Monqollar tərəfindən məhv edildi. Bu Beyləqan şəhəridir. Deməli, 3 haqda məlumat var. Saci və İlxanilər dövlətinin paytaxtı olmuşdur. Bu da Marağa şəhəridir. Marağa haqda da məlumat var. Demək ki, Gəncə haqqında məlumat yoxdur. 25. Qaçaq Kərəm və Qaçaq Nəbinin mübarizə apardığı əraziləri müəyyən edin. Bunlar da hansı ərazilər idi? Məhz dedik Zəngəzurda, bir də elə Qazax qəzasında mübarizə aparmışdılar. Qaçaq Nəbi Zəngəzur qəzasında, Qaçaq Kərəm isə Qazax qəzasında mübarizə aparmışdı. Deməli, buradan da Qazax 1, Zəngəzurda 5-i götürürük. Yəni 1 və 5. Viyana Konqresində aparıcı rol oynayan dövlət yenə Viyana Konqresi. Viyana Konqresindən çox sual gəlir, diqqət edirik. Aparıcı rol oynayan dövlətləri müəyyən edin deyir və deyirik ki, Avstriya, Rusiya, Prusiya burada aparıcı rol oynamışdı. Avstriyada buradan demək 1-dir, Rusiyada 2-dir. Prusiya verilməyibdir. Deməli 1 ilə 2-ni seçirik, yəni B variantını. Xəritə sxemində 14-15-ci əsrdə müharibə aparmış və sonunda müqavilə imzalamış dövlətləri müəyyən edin. 1337, 1453, yəni 100 illik müharibədən söhbət gedir. 100 illik müharibədə də İngiltərə, Fransa müharibə apardı. Xəritə sxemində 14-cü əsrin 60-cı illərdə yenə elə əvvəllər Britaniya sülhü deyirdik. Yəni 100 illik müharibənin gedişində vaxt qazanmaq üçün imzalanan sülh, o da Fransa ilə imzalandı. Fransada neçədir? 3. Göstərilərin aid olduğu şəhəri müəyyən edin. 10-cu əsrin sonunda inkişaf etməyə başlamışdı və Əl-Müqəddəsi Bağdaddan üstün olduğunu yazmışdı. Bağdaddan üstün deyiriksə, söhbət Təbrizdən gedir, yəni 4. Bağdadda eyniləşdirilən şəhər isə Bərdə olubdur.
20-ci əsrin əvvəllərində Respublika idarəçinin qurulduğu dövlətləri müəyyən edin. Təbii ki, bu da elə monarxiyanın devrilməsi, respublikanın yaranmasından söhbət gedir. Yəni bayaqki sual, demək baxın, miqdə də istifadə olunub, olimpiyada da istifadə olunubdur. Yəni 5 Rusiya, 4 isə Almaniyadır. 4 və 5-i götürürük. Yusif ibn Əbu Sac və Fəzl ibn Məhəmmədin öz dövlətinə birləşdirdiyi ərazini müəyyən edin. Hər ikisi Dəbili dövlətinə birləşdirib. Dəbil də Göyçənin altıdır, yəni 4 ərazisi. Dəbilə də diqqət edin, İrəvan ərazisi, yəni tarixi torpaqlarımız olduğuna görə buna diqqət etmək lazımdır. Əlavə suallar, sınaqlar, izahlar üçün gördüyünüz ödənişsiz tarix qrupuna, WhatsApp qrupuna daxil ola bilərsiniz. Hər birinizə uğurlar, ümidvaram ki, kömək oldum.